Hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Növbəti belə bir həyət evimizi təqdim etmək istəyirəm sizə. Evimiz yerləşir Sumqayıt Bağlar Massivi 18 nömrəli marşrutun yolunda. 10 sotda 2 mərtəbəli 7 otaqlı həyət evidir. Həyətimizdə belə bir əldam var. Və belə bir manqalxanası var. Evin mərtəbələr arası beton monolitdir. Evin içini təqdim edəcəm sizə. Pultla açılan qapısı. Marşrut yoluna çox yaxın ərazidə yerləşir. Ümumiyyətlə gediş-gəlişi əlverişli yerdədir. Bura evimizin giriş hissəsidir. Belə bir gözəl paltar dolabı var girişdə. Sağ tərəfdə böyük bir zal. Və mətbəx var burada. Ümumiyyətlə mənzilimiz şəxsi yaşayış üçün təmir olunmuş bir mənzildir. Solda bir yataq otağı və ikinci yataq otağı. Aşağı mərtəbənin sanuzelləri də var. Hamam tualeti ayrı-ayrıdır. İkinci mərtəbəyə qalxdıqda burada belə bir paltar dolabı var. İkinci mərtəbəmizin foyesi, yəni zal kimi də istifadə etmək olar. Və 3 dənə əlavə yataq otağı. Ümumilikdə 7 otaqdır. Hər iki mərtəbə üçün aşağı-yuxarı 7 otaqlı evdir. Burada da ayrıca sanuzel mövcuddur. Növbəti yataq otağıdır. Bu da digər yataq otağı. Ev barəsində sualı olanlar şəxsidə yaza bilərlər və yaxud da ki, səhifədə olan nömrəmə müraciət edə bilərlər. Hər videoda dediyim kimi qiymətlərdə anidən dəyişiklik ola bilər deyənə videoda qiyməti qeyd eləyə bilmirik. Çox sağ olun, təşəkkür edirəm.